Salam, xoş gördük. Əziz, dəyərli, hörmətli izləyicilərimiz, əziz şəhid anaları və ataları, dəyərli möhtərəm şəhid ailələri, hörmətli qazi qardaşlarım. Mən ümumilli lider, Ulu Öndər Heydər Əliyev TV kanalının təsisçisi Vəlizadə Əli Qayımoğlu yenə də sizin qarşınızda. Bugün də yolumuzu saldıq Ağdam Şəhidlər Xiyabanına. İstərdim Ağdamın Güllücə kəndindən olan İgid qəhrəman qardaşımız Mirzəyev Məmməd Hüseynoğlu haqqında danışmağı, məzarını ziyarət etməyi özümə borc bildim. Şəhidlərimiz haqqında nə qədər danışsaq da ona vaxt çatmaz. Çünki şəhid bir zirvədir, şəhid bir məktəb, oxuduqca doymayan bir kitab, gül qoxuyan, əvəz olmayan bir ətirdir, cənnətə gözəllik qatan bir cənnət mələyidir. Allahın 99 gözəl ismindən biri Əl şəhiddir. Şəhid tək ata-ananın, bacı qardaşın şəhidi deyil. Şəhid bütün Azərbaycan xalqının şəhididir. Bu müqəddəs məkanda cəmi şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm. Ağdam rayon Güllücə kəndindən olan Mirzəyev Məmməd Hüseynoğlu 5 noyabr 1967-ci ildə dünyaya göz açdı. Sadə bir kənd övladı idi. Uşaqlıqdan arzusu vətənpərvər böyüyüb hərbiyə getmək idi. Şəhid qardaşım Məmmədin qəlbi vətən sevgisi ilə döyünürdü. Torpağı torpaq bilən, namus sayan bir oğul idi. 1992-ci ilin qara və ağrılı günlərində Ağdam torpağı düşmən tapdağı altında iniləyəndə şəhid qardaşım Məmməd könüllü olaraq silaha sarıldı. Heç kim onu çağırmadı. Heç kim məcbur etmədi. Onu döyüşə aparan yalnız vətən qeyrəti oldu. Şəhid qardaşım Məmməd Ağdam istiqamətində gedən ağır döyüşlərdə, cəbhənin ən ağır nöqtələrində sinəsini düşmənə sipər etdi. Güllə yağışı altında yeri çəkilmədi. Çünki qarşısında ana torpaqları idi. Anasının duası, qardaşlarının ümid dolu baxışları. 17 fevral şəhid qardaşım Məmməd Hüseynoğlu bu torpaq uğrunda şəhidlik zirvəsinə ucaldı. O gün bir ailənin ürəyinə od düşdü. Amma Azərbaycan xalqının alnına qürur yazıldı. Lakin bu ayrılıq adi bir ayrılıq olmadı. Şəhid qardaşım Məmmədin nəşi 32 il boyunca tapılmadı. 32 il anasının gözü yollarda yaşlı qaldı. Saçları ağardı. 32 il qardaşları hər qapı səsinə diksindi. 32 il bu evdə ümidlə kədər yanaşı yaşadı. Ananın gözləri yol çəkdi. Bəlkə bugün bir xəbər gələr. Hər axşam dua etdi. Nəhayət ki, anamızın duası qəbul oldu. 32 il həsrət acısı bitdi. Məmməd qardaşımızın qanı yerdə qalmadı. Məmməd qardaşım kimi igid qardaşlarımız 32 il həsrətini çəkdiyimiz torpaqlarımızı geri qaytardı. Şəhid qardaşımın nəşi 15 iyul 2024-cü ildə tapıldı və doğma torpağa tapşırıldı. Torpaq öz igidini geri aldı. Həsrət bu məzarda sona çatdı. Bu məzar təkcə bir daş deyil. Bu məzar bir ananın səbridir. Bir qardaşın içində yanan oddur. Bir kəndin qürurudur. Bir millətin yaddaşıdır. Buradan, bu müqəddəs məkanda, Ağdam Şəhidlər Xiyabanında əvəzi olunmayan dahi şəxsiyyət, xalqın xilaskarı unudulmaz lider, Ulu Öndərimiz Heydər Əliyevin də ruhu qarşısında baş əyirəm. Allah Ulu Öndərimizə qəni-qəni rəhmət etsin. Ulu Öndərimizin davamçısı, Ali Başkomandan, dəyərli cənab prezidentim İlham Əliyevi qorusun. Cənab prezidentimizin dəmir yumruğu siyasəti sayəsində, şəhid qardaşımızın qanı bahasına, qazi qardaşlarımın sağlam canlarının itirilməsinin sayəsində, veteran vətən keşiyində, soyuqda, qarda xidmət edən ordumuzun sayəsində 30 il həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşduq. Bayrağımız yenidən Qarabağ torpaqlarında dalğalandı. Uca Allah hər zaman bayrağımızı daim ucalarda dalğalandırsın. Vətənimizi, dövlətimizi, millətimizi qorusun. Xalqımıza bir daha acılar yaşatmasın.
Allah cəm şəhidlərimizə rəhmət etsin. Ruhunuz qarşısında baş əyirəm. Valideynlərinizə səbr dilərim.